tam olaraq meyvə tutumu əldə elədiniz. Mərci boyda meyvələr əldə elədiniz. Mərcidən də kiçik. Meyvələr əldə eləyəndən sonra artıq ikinci hormonu 2,4-də dixlorofenoksasitik asidlə giberalin asid, GA4, GA7 benziladenin qarışıq hormonu satılır. Nə bilim firmalarda satılır da, yəni bu tip qarışıqlar var. Həmin qarışıqlardan istifadə oluna bilər və eyni zamanda 2,4-də, yəni 2,4 dixlorofenoksitik asidlə qarışdıra bilərsiniz. Yəni bu söhbət nədir? Bax, məsələ nədir? Bu 2,4-də çox əhəmiyyətli bir hormondur partenokarpiya üçün. Mayalanmamış meyvələrin tökülməsinin qarşısını almaq üçün çox əhəmiyyətli hormondur, amma miqdar olaraq 1 tona 1,5 qramdır. Çünki 1,5 ppm'dir tövsiyə olunan dozası. Yəni yüksək dozası herbisid təsiri göstərə bilər, yandırıcılıq göstərə bilər çiçəklərdə. 1 qram, 1 tona 1 qram. Yəni mən sizə göndərmişdim, nümunə olaraq göndərmişdim. O seyrəldilmiş BNO-aydı. 20-33 BNO deyirəm, 2,4'də idi. Seyrəldilmiş hektara ümumiyyətlə 1,5 qram 2,4'də artıqlaması ilə bəs eləyir. O dərmanlama meyvə tutumu dediyim kimi mərci boyda olandan sonra tam olaraq hansı nə qədər meyvə tutturmuşam bəlli olandan sonra həmin 2,4'də dixlorofenoksasitik asidlə bərabər Perlan deyilən dərmanlar var, ticari olaraq ismini deyirəm. GA4, GA7 və benziladenin qarışıqlı hormonlar var. Həmin qarışıqlardan istifadə oluna bilər. Eyni zamanda 2,4'də də ona qarışdırmaq olar və eyni zamanda həmin dövrdə təkrar olaraq kalsi bor əlavə eləmək olar qarışığa. Yenə də qarışıqda bir yerdə də istifadə edə bilərsiniz, ayrı-ayrı da istifadə edə bilərsiniz. Heç bir problem yoxdur qarışdırılmasında. Və bütün olaraq, bütün bu saydıqlarımın hamısında fərq yoxdur. Kalsi borda da, Flower Powder'da da, BNO-da da, 2,4'də Perlan qarışığında da, yəni giberalin qarışığında da, benziladenində də, yenə təkrar ikinci kalsi borda da, bütün hallarda pH 5-8 ilə 6'nın arasında olmalıdır. Yəni 5-8 ilə 6'nın arasında olmalıdır. Əgər nəticə əldə etmək istəyirsinizsə, konkret olaraq buna diqqətlə nəzarət eləməlisiniz. Bundan ötürü pH metr ala bilərsiniz. Sonra bu pH kağızlar ala bilərsiniz və s. və ilaxır, yəni mümkün şəkildə yarpaq gübrələrində mütləq pH-ı tənzimləməyə diqqətli olun. İndi deyək ki, meyvə tutumundan sonra kalsi boru verdik, benziladenin, gibralik asidlərin qarışığı və 2,4'ni qarışdırdıq, toplam verdik bağa. Bundan sonra yekun dərmanlamamız, bir dənə dərmanlamamız qalır. Əgər biz çiçək açmamışdan istifadə elədiyimiz fungisid siafonat metil idisə, ikinci bu vaxtı, yəni hormonlamalar bitəndən sonra, bütün dərmanlamalar bitəndən sonra ikinci dərmanlama olacaq supradinil. Yox, əgər supradinili vermişdinizsə əvvəldə, yekunda siafonat metil verin. Və eyni zamanda birinci dərmanlamaya tövsiyəm odur ki, çalışın mümkün qədər supradinildən istifadə edin. İkinci dərmanlama, yəni yekun dərmanlamasında isə bir sulfatdan belə istifadə edə bilərsiniz. Tona 1 kilogram 800-dən heç bir problem yoxdur. Bütün monalyoz dərmanlarından da üstün nəticə qoyur ortaya. Heç bir hər hansı bir yanıq filan bəsməkə yaratmır. Boş-boş şeylərdir. Mis sulfat yeganə fungisiddir ki, hələ indiyə qədər o fungisidin haqqında mənfi bir rəy yoxdur bazarda. Yəni bir dənə yalandan bir mənfi rəy var ki, bu meyvə gözünü yandıra bilər. Bazasını tənzimləyin, heç bir yandırma baş verə bilməz. Mən sizə deyirəm ki, əminliklə deyirəm. Mən hər bir fermerə 6 kilogram tona dozasında qışlıq dərmanlama dediyim halda Azərbaycanda mən fermerlər tanıyıram ki, 35 kilogram, 20 kilogram mis sulfatı qarışdırır, tona heç bir şeysiz, əhəngsiz falansız, atır heç bir meyvə gözündə. Yanıqlığı da baş vermir, heç bir problem də baş vermir. Xurmada məsələn atılır, gilasda almada fermerlər var ki, 20 kilogram doza ilə tək mis sulfatdan söhbət edirəm. Tətbiq edir, hər hansı bir problem də yaranmır. Bağında da vəziyyət olur full. Heç bir problem olmur yaz dövründə. Belə, bu qədər. Təşəkkür edirəm. Xeyirli, bərəkətli olsun. İnşallah ki, hamının bu illəri bol məhsulları olsun və eyni zamanda sizin bayramınızı da təbrik edirəm.
Novruz bayramında söz yox, mənim xəbərim olmadı. Novruz nə vaxt gəldi, nə vaxt getdi. Elə telefonda bir-iki nəfər təbrik atdı yoldaşlardan. Onda bildim ki, bayram imiş. Sizin bayramlarınızı da təbrik edirəm. Çərşənbə bayramınızı, Novruz bayramınızı, gələcək qarşıda Ramazan bayramımız gəlir, onu da təbrik edirəm. Uğurlar, bol bərəkətli məhsulunuz olsun inşallah.